Havadınız xeyir olsun dostlar. Bugün sizə Lumen səhmi haqqında və Avro haqqında danışacağım. Dostlar, vaxtı ikən görürsünüz ki, Lumen səhminə biz yatırım etdikdə 7 qat qazanc əldə etmişdik və hazırda isə Lumen səhminə yenidən yatırım etməyə fikirləşirik. Çünki 1 dollara yaxın yenə gəlir. Bu bizim üçün ikinci fürsət ola bilər. Yəni Lumen səhmini indi sizinlə birlikdə analiz edəcəyik. Bundan başqa isə dostlar, gördüyünüz kimi YouTube-da 2 ay əvvəl APA Corporation-da, həmçinin bundan əvvəl də Avro haqqında video çəkmişdim. Bu videonun içində sizə görürsünüz ki, Avro haqqında baxın məlumat verdim və mən Avronu çəkəndə 1.77 idi. Yəni Avron 1.77 qiymətinə video çəkəndə, yəni sizə öz fikrimi bildirdim ki, yəni siz bunu ala bilərsiniz, risk edə bilərsiniz. Yəni əslində böyük bir risk yoxdur Avroda, amma təbii ki, bunu almalısınız. Yəni bu mənim şəxsi fikrimdir. Risk isə qalır sizə. Hazırda isə görürsünüz ki, Avro 1.88-dir. Yəni görürsünüz ki, dostlar, 1.77-dən alacağınız bir şeyi hazırda 100 avro alsaz 10 manat qabağa idiniz. 1000 avro alsaz 100 manat qabağa idiniz. Baxın dostlar, yatırım belə bir şeydir. Real yatırım var, virtual yatırım var. Avro isə hazırda 1.88-dir. Yəni mən video çəkəndə isə bu sadəcə 1.77 idi. Yəni Avro təbii ki mən almışam. İndi isə hədəfimə gəlməyi gözləyirəm. Hədəfim isə sizin də belirtmişdim. 2 manat 50 qəpik olacaq. Yəni birinci hədəfi bunun təbii 2 manatdır. Yəni növbəti aylara 2 manata gəlməlidir. 2 manatdan sonra isə fırlanıb hərlənib 2.50 və yaxud 3 manata kimi getmə ehtimalı var. Yəni mənim üçün qrafik analizi hazırda budur. Və Avroda sizə görürsünüz ki, dostlar, 1.77-dən çəkdiyim video hazırda 1.88-dir. Yəni burada da belə qazancı keçdiniz. Və keçirik Lumen səhminə. Lumen səhmi haqqında dostlar video çəkirəm. Lumen səhmi biz vaxtdakən 1 dollardan, 1.50-dən daş 1.60-dan da almışdıq. Hazırda Lumen səhmi görürsünüz ki, düşür. Lumen səhmini almaq üçün dostlar biz hazırda 1.50 və yaxud 1.50, ortalama 1.80 və yaxud 1.50 qiymətini gözləyirik və yaxud 1 dollar da gələ bilər. Yəni bu biz üçün fürsətdir. 1.50, 1.70, yəni bu aralıqdan gələndə biz bunu yenidən alacağıq. Niyə? Çünki dostlar görürsünüz ki, hazırda buy versə də qrafik çox üzü aşağı gedir. Üzü aşağı getdiyi üçün də bu bizə ikinci dəfə alış verə bilər. Yəni baxın, qrafik hazırda belədir. Belə gəlir. W formulu alacaq. Bax, burada W, burada bir üstündə, burada sat əmri verməyi gözləyirik, sell. Burada sell yazanda burada artıq bax belə ikinci yüksəliş dalğasına keçə bilər. Yəni belə bir ehtimalı nəzərə alıb, ona görə də 1.50, 1.30, 1.70, yəni bu qiymət aralığına gələndə, yəni burada modul bizə sat verəndə yenidən alıb bunu yenə uzun müddətli hədəfi 5, 6, 7, 8 dollara kimi gözləyə bilərik. Amma bunun uzun müddətli hədəfi isə Lumen səhminin heç bir şey olmasa, Lumen səhmi iflas etməsə 20 dollara kimi getmə ehtimalı var. Burada təbii ki, böyük bir vaxt alacaq, amma yenə də gedə bilər. Yəni hazırda görürsünüz, Lumen səhminin alış hədəfini sizə belirtdim. Hansı qiymətdən ala bilərik, hansı qiymətdən sata bilərik, nə zaman ala bilərik, onu sizə belirtdim. Yəni qrafik burada sat əmrini verəndə isə bu 1.50 də ola bilər, 1.70 də ola bilər, 1.80-da da qiymət qala bilər. Əsas burada sat əmrini verəndə görəcəyimiz qiymətdir. Baxın dostlar, belə Avro haqqında da məlumat verdim. Yəni Avro da 2.50-yə gedəcəyini mən ehtimal etdiyim üçün, yəni mənim fikrimə görə Avro almaq hələ də gec deyil. Yəni yenə də Avro almaq olar. Təbii ki, alanda yenə 1-2 manat, 3 manat aşağı düşə bilər. Çünki qrafik düppədüz gelmir də. Dalğavari gəlir, düşür, qalxır, düşür, qalxır. Axırda lap qalxır və yaxud lap düşür ona görə. Yəni hazırda isə mən 1.77-dən və 1.80-dan, yəni 2 dənə qiymətdən aldığım üçün mən hazırda Avrodan xeyri getmişəm. Amma təbii ki, yəni uzun müddətli hədəfimi gözləyirəm. Baxın dostlar, sizin üçün bu günlük Lumen səhmi və Avronu sizə çəkdim.